Salam, kanalımın dəyərli xanımları. Ümidvaram ki, hər biriniz yaxşısınız. Sizin istəkləri nəzərə alaraq demək olar ki, bu gün də bir günümü çalışdığım qədər çəkmişəm. Hər zamanki kimi yerimi yığıb, əl-üzümü yuyandan sonra Tamerlana kaşa bişirirəm. Tamerlan nə yeyir, yesin, kaşasını səhər və axşam mütləq verirəm. Çünki o hələ uşaqdır, nə qədər yeyir, kaşanı verirəm. Demək olar ki, ən sevdiyi yemək kaşadır. Kaşamdakı xanımlar, əvvəllər Heyzin və Neslenin şaqaykasını verirdim. Bir neçə aydır ki, gördüm ki, Neslenin kaşaları demək olar ki, bir günə bitir. Çünki paçkası yekə olmağına baxmayaraq, daxili çox-çox azdır. Bu səbəbdən də keçmişəm başqa kaşalara. Və xanımlar, gəldim ki, saçımı hörüm. Əvvəllər yadınızdadırsa, mən iş görməmişdən öncə mütləq saçımı hörürdüm. Düzdür, indi vlog çəkməyəndə yenə saçımı hörürəm. Amma mənim yaxınlarım mənə dedi ki, sən vlog çəkirsən, saçını açıq saxla, biraz yaxşı görsən. Bu səbəbdən də çalışıram ki, çox vlogda saçımı açıq saxlayım. Amma bu da bir yerə qədər olur. Bəzən səbrim çatmır, saçımı yığıram. Amma vlog çəkməyəndə, evdə tək olan zaman heç vaxt olmayıb ki, mən açıq saçla iş görüm. Saçım uzundur deyənə mənə çox mane olur. Bu kadrda kamera çox tərpənir, üzürlü sayın. Çünki qızma vermişdim ki, yalnız saçım görsənən hissələri çəksin. O da ki, demək olar məndən başqa hər yeri çəkir. Artıq kaşada soyuyub. Mən hər zaman kaşanı butulkaya əlavə edirəm və verirəm, Tamerlan özü içir. Tamerlan kaşanı qaşıqla yeməyi xoşlamır. Xoşu gəlir ki, butulkaya əlavə edim, verim özü içsin. Nə yalan deyim, həm Tamerlana, həm də mənə rahatdır. Mən qızıma da belə edirdim. Toskanın ağız hissəsini biraz qayçı ilə kəsirəm ki, kaşa oradan rahat keçsin və uzanıb rahatca kaşasını içir. Tamerlana kaşanı verəndən sonra başlayıram yemək bişirməyə. Hər gün olduğu kimi bugün də məktəbə gedəcəyik. Bu vlogu da çəkmişəm 5-ci gün. Xanımlar, məndən soruşurdunuz, stakana tük keçirtməyən dəsmallar. Bu dəsmallardan istifadə edirəm. Bunları anam mənə cehiz verəndə vermişdi. Sözün düzü, bunlar xarab olandan sonra əvəz edici necə alacam, heç özüm də bilmirəm. Bilirəm ki, hər sözlərindən bal tökülən xanımlar yazacaqlar ki, eyni dəsmalla həm çaniki quruladın, həm də stakanları. Diqqət eləsəz görərsiniz ki, mən stakanların ağız hissəsinə dəsmalı vurmuram. Əlavətən də dəm çaniki olduqca təmizdir. Nə yağı var, nə ərpi var, nə çirki var. Bunları burada deməkdə səbəbim odur ki, hər xırda nüansa ilişən insanlar var. Bundan öncəki vlogda kələm dolmasına göyərti əlavə etdiyimə görə mənə daha nələr yazdılar, nələr. Mən uşaqlıqdan düz indiyənə kimi görmüşəm ki, kələm dolmasına göyərti qatırlar. Buna görə mənə dəhşətli dərəcədə pis sözlər yazan insanları mən anlamıram. Mən belə başa düşürəm ki, yəqin ki, bunlar yemək bişirə bilmir. Bunu burada vurğulamaq istəyirəm ki, biz erməniyə pis deyirik ki, bəli pisdir. Öz millətimizin içində elə insanlar var ki, heç ermənidən geri qalmır. Ağızlarına nə gəldi danışırlar, heç düşünmürlər ki, bunu oxuyanda bir insandır. Mən bilirəm ki, və bunu bir çox insan bilir ki, qarşımdakı insana necə münasibət bəsləyirəm
istəyirsənsə, bu sənin kimliyini ortaya qoyur. Bir insanın əgər ürəyi təmizdirsə, çalışır ki, qarşısındakı insan səhv olsa belə onun ürəyini qırmasın. Əgər sən özün pissənsə, qarşındakı insan nə qədər yaxşı olursa olsun, sən onun ünvanına və ona qarşı pis sözlər işlədəcəksən. Kommentlərə pis söz yazan insanlar da eynən olduğu kimi. Özləri necə pis insandırsa, qarşı tərəfi də o gözlə görür və ona təhqirlər etməyə başlayır. Yaxşı insanlar isə mənim nə demək istədiyimi çox gözəl dərk edir. Mən bu günə kimi heç vaxt açıq-saçıq geyinməmişəm və o cürdə insan qarşısına çıxmamışam. Deməli, yemək bişirirəm adi ev paltarında və mənə hətta bir xanım yazır ki, bu nə paltardır, geyinib yemək bişirirsən. Mən belə yazan insanları anlamıram. Niyə belə düşüncədə olurlar, mən bilmirəm. Çünki mənim ağlım çirkab düşüncələrə müsait deyil. Mən bu cür düşüncəli insanları heç vaxt anlaya bilmirəm. Sizcə mən gəzmək paltarında yemək bişirməliyəm? Nəyəmsə, oyam, evdə nə geyinirəmsə sizin qarşınıza çıxıram. Amma əgər əynimdə dar lasina varsa, mütləq üstündən jiletka geyinirəm. Hətta mənim jiletkama ilişənlər də olur. Belə insanlara sadəcə bunu deyə bilərəm ki, Allah sizə şəfa versin. Düzdür, mən onlara onların dilində cavab verə bilərdim. Amma təəssüflər olsun ki, mən o cür yetişməmişəm və özümü o dərəcədə alçaltmaram. İstəməzdim ki, öz vloqumda negativ düşüncələrə yol verim. Amma inanın ki, buna məcbur oldum. Çünki mən bundan öncəki vloqdan sonra çox pis olmuşdum. Sağ olsun ki, mənim ətrafımda həqiqətən mənə dəyər verən insanlar var. Tez mənim şəxsi nömrəmə yazıb, belə insanlara fikir verməməyimi dedilər. Köhnə izləyicilərim bunu bilirlər. Əvvəllər mən rəyləri bağlı saxlayırdım. Səbəbi də ki, sırf bu cür insanlardan özümü sığortalamaq idi. Sizin çoxsaylı istəkləri nəzərə alaraq rəyləri aktiv elədim. İnşallah ki, bundan sonra rəyləri açıq saxlamağıma peşman olmaram. Və xanımlar, qızımın istəyi ilə bugün langet edirəm. Elə dadlı langet alındı ki, qızım məktəbdən gəldi, yatana kimi langeti yedi. Çox bəyəndi, gərək sinə əti alım, yenə bişirim.
Xanımlar, bunu yandırıram ki, qızartma yeməklərindən sonra evdən qoxu gec gedir. Bunun çox gözəl qoxusu var, adı tütsüdür. Pəncərələri açıram və bunu yandırıram. Amma yandırarkən hər zaman evdən gedəcəyim vaxtı seçirəm. Çünki onun qoxusu mənə allergiya verir. Evə gəldiyimdə isə artıq evdən yaxşı qoxu gəlir. Qabları da yudum, peçi də sürtdüm, yeməyi də bişirdim və artıq hazırlaşırıq ki, gedək məktəbə. Düşünürəm ki, məktəbə gedib gələndən sonra evdəki tör-tökünə baxaram. İndi buna vaxtım qalmadı, çünki yuxudan gec oyanmışdım. Xanımlar, koridordakı güzgünün ləkəsini də görürsüz. Təbii ki, onu tamerlan edir. İnanın ki, axşam onu təmizlədim, yenə eyni vəziyyətdir. Bizim evdə ləkəsiz güzgü yoxdur. Mənim kremlərimi götürür, sürtür güzgüyə və xalçaya da pomadalarımı sürtür. Özdə ən bəyəndiyim, ən yaxşı pomadanı. Bu uşaq mənim başıma oyun açır. Bunun əlindən nə isə gizlədirəmsə, sonra özümə lazım olanda tapa bilmirəm. Tapa bilməməyimin səbəbi də ki, xanımlar, qızımdan sonra məndə belə olmuşdu. Sonra nəsə öz-özünə düzəldi. İndi də tamerlandan sonra belə olub ki, yaddaşım çox zəifləyib. Bəzən nə isə harasa qoyuram, sonra onu unuduram. Belə olmağı məni ciddi narahat edir. Gərək buna görə mütləq həkimə gedim. Əslində yaddaş barəsində o qədər güclü insanam ki, heç nəyi yadımdan çıxarda biləcək insan olmamışam. Nədənsə son vaxtlar belə olmuşam. Buna görə də narahatçılıq keçirdirəm. Ümumiyyətlə biz insanlar beləyik ki, həkimə yalnız ölənə yaxın gedirik. Mən özüm beləyəm. Çox nadir hallarda həkimə gedərəm. Bilirəm ki, ürəyim yaxşı deyil. İnsanın bədənində ən vacib orqandır. Amma buna baxmayaraq çox səhlənkar yanaşıram. Hə, xanımlar, artıq evə gəldik. Tamerlanı yatırtdım. Tamerlanı yatırdandan sonra o qədər rahat oluram ki, yeni dəsmallar almışam. Dedim onları da sizinlə birlikdə yerbeyer edərəm. Hə, xanımlar, langet də artıq soyuyub, qapağını bağlayıb çəkirəm kənara. Dərmanımı da içirəm, sonra keçirəm dəsmalları qatdalamağa. Deyəcəksiniz nə dərmandır? Bu həzm üçün dərmandır. Mənim yalnız kökələn yerim qarın nahiyəsində olur və bir xanım üçün də bu heç də yaxşı görsənmir. Kimlə də məsləhətləşdim, dedi ki, sən demə məndə həzm problemi var imiş. Buna görə də mezim məsləhət gördü. İndi hər yeməkdən sonra bir dənə mezim içirəm. Fərqini ciddi hiss edirəm. Yeməkdən sonra qarın şişkinliyi həzmsizliklə əlaqədar imiş. Mən bunu mezim içdikdən sonra fərqini hiss eləmişəm. Düzdür, bununla bağlı sırf həkimə getməmişəm. Tanış həkimdən telefonla məsləhət almışam. Amma siz həkim məsləhəti olmadan içməyin. Və gördüyünüz kimi xanımlar, mən yenə dəsmal almışam. Xoşum gəlir bu dəsmallardan. Materialı çox yaxşıdır və gec xarab olur. Bir çoxlarınız düşünə bilərsiniz ki, bu qədər dəsmalı alıb neynirsən? Mən xanımlar, mən hər işimi görüb yekunlaşdırandan sonra mütləq şəkildə dəsmalları xlorla dezinfeksiya edirəm. Əgər dəsmalın rəngi ağ deyilsə, rənginin getməməyi üçün sarı gücdən istifadə edirəm. Bu da eyni qaydada dəsmalları dezinfeksiya edir. Bu səbəbdən də dəsmallar tez korlana bilir. Əgər görsəm ki, dəsmallar yumşaqlığını itirir, dəsmal ətli görünüşündən çıxır, bu zaman mən dəsmalları qoyuram, tualetdə istifadə etmək üçün, həm hamamda istifadə etmək üçün. Bilirsiniz də, mənim dəsmallarım hər yerdə fərqlidir. Tualetdə başqa, hamamda başqa. Korlanmamış, sadəcə formunu azaltmış dəsmalları mən başqa yerlərdə istifadə edirəm. Mətbəxdə isə mütləq təzələrini istifadə edirəm. Hətta bilməyən bir xanım mənə yazmışdı ki, eyni dəsmalla həm stolu sildin, həm də ki yeri. Əlbəttə ki, o bilmir ki, mənim dəsmalım çoxdur və eyni rəng dəsmaldan hər yerdə var. Təbii ki, yeri silmək üçün də dəsmallar ayrıdır. Hətta bayırda işlətdiyim dəsmallar da ayrıdır. Hərəsinin də öz qabları var. Mənim yeni izləyicilərim təbii ki, bunu bilmir. Köhnələr bilir ki, hər otağın ayrı dəsmalı var. Bu qatdaladığım dəsmal isə sırf şüşələri silmək üçündür. Bunun bir ədədini ya 11 ya 12 manata əldə etmişəm. Onu da Trendyoldan sifariş etmişdim. Bu qablarda isə xanımlar, mənim yalnız mətbəxdə istifadə etdiyim dəsmallardır. Bir də ki, burada elə dəsmallar var ki, bəzən olur ki, evdə usta işləyir. Məsələn, biz tez-tez kombi ustası çağırırıq. O dəsmal istəyən zaman mən dəsmalı verirəm və bir daha bura qoymuram. Çünki kaladovkada istifadə edir. Bəzən dəsmal yağ olur və mən onu dərhal atıram. Yağ da ki, xanımlar, bildiyimiz yağdan deyil, mazotlu yağ olur deyənə mən onu atıram. Xanımlar, dəsmalın gözəlliyinə baxın. Mən bunu necə almayım? Mənim ev əşyaları almaq üçün ürəyim gedir. Harda nə yaxşı qab-qacaq varsa, belə dəsmallar varsa, onu almağa çalışıram. Mən hər zaman üstümdə pul gəzdirirəm. Bunu bilirsiniz niyə edirəm? Əgər mən bir mağazinə gedərsəm, orada çox bəyəndiyim nəsə olarsa və yaxud da bahalı bir nəsə endirimə düşərsə, mən onu ala bilim. Sonradan üzülməyim ki, istədiyim nə isə qaçırtdım. Və belə hallar çox olur. Mənim evdə geyindiyim rəngli koftaları yəqin ki, görmüsünüz. Mən
onları o qədər ucuz almışam ki, razmer bir dənə qalmışdı deyənə endirimə qoymuşdular 5 manata. Mən o koftanı dərhal aldım. Niyə də yox, oversize, uzun koftadır, mənim üçün də çox rahatdır. Belə endirimləri görüb ala bilim deyənə hər zaman üstümdə pul saxlayıram. Bu yığdığım qablardakı xanımlar pendir qablarıdır. Soruşmuşdunuz deyənə deyirəm. Pendir qablarını saxlayıb saxlama qabı kimi istifadə edirəm. Və xanımlar, digər kulyoklar isə uşağın kaşalarının kulyokudur. Bunu da ona görə saxlayıram ki, marketdə ağzı bağlı kulyokların paçkasını 7-8 manata satırlar. Bu kulyokun isə özündən ağzı bağlanan yeri var. Bahalı kulyoklara pul verməkdənsə, hər zaman uşağa kaşa verəndən sonra onun kulyoklarını yuyub qurudub saxlamışam. Daxili falqadandır və pişavoy kulyokdur. Yəni rahatçılıqla o kulyoka uşağın yeməyini qoyub harasa aparmaq olar. Mən bunu dənizə gedərkən qidaları bura yığıram, günün şüasından yeməkləri qorumaq üçün. Və əti də, toyuğu da marazinika yığan zaman o kulyoklara qoyuram, ağzında bağlayıb yığıram marazinika. Kulyoklardakı xanımlar görünməyən yaxşı kulyoklardır. Mən bunları da saxlayıram ki, mütləq lazım olur. Bu da marketdə verilən kulyoklardır. Bunları da saxlayıram, evin zibillərini bura yığıram. Düzdür, şkaf biraz səliqəsiz görsənsə də, son vəziyyəti belə oldu. Artıq Tamerlan oyanıb, bu dəfə biraz lap tez oyandı. O oyanmışkən də tör-tökünə də baxam, sonra gedəcəyik məktəbə Leylanın arxasıca. Bu polkada Tamerlanın ən çox dağıtdığı yerlərdən biridir. Burada mənim kitablarım var. Tamerlan onların bir neçəsinin üz qabığına da zərər verir. Bilirəm, deyəcəksiniz kitablar nə kitabıdır? İndidən burada deyim. Kitablar kişisel gelişim kitablarıdır. Mən xoşlayıram belə kitabları. İnsan psixologiyası haqqında kitabları oxumağı çox xoşlayıram. Uşaq vaxtından da ən böyük arzum psixoloq olmaq idi. Və xanımlar, gördüyünüz kimi artıq axşamdır. Biz gedirik məktəbə Leylanı götürməyə. Leyla məktəbdən 7-yə qalmış çıxır. Hər zamanki kimi biraz tez çıxıram ki, maşın saxlamağa yer olsun. Yəqin ki, bilirsiniz, məktəbin önü çıxış zamanı dəhşət çox adam olur. Maşında həmçinin saxlamağa yer olmur. Bu səbəbdən də çox vaxt ya 7-yə işləmiş, ya da ki, yarısı çıxırıq.
Və xanımlar, evə gəldik, uşaqlar yemək yedi. Sonra başlayıram xalçanı təmizləməyə. Tamerlan da mənə kömək edir, həm kömək edir, həm də mane olur. Deyəcəksiniz ki, ximikatla işləyirsən, uşağı da əyləşdirmisən yanı var. Başqa necə edim, hara gedirəmsə gəlir arxamca. Bu işləri görərkən elə insanda yoxdur ki, uşağı tapşırım ona. Yəni deməkdə səbəbim odur ki, yazarkən bu nüanslara diqqət edin. Görün bəzi insanlar məni necə məcbur edib ki, hər nüansı açıqlamaq məcburiyyətindəyəm. Demək xanımlar, bu xalçadan o qədər acığım gəlir ki, alarkən bu xalçanın baxımının bu qədər çətin olacağını heç düşünməmişdim. O zaman da bunlar dəbdə idi. Demək olar çox insanın evində var. Amma ağ-qara olduğuna görə qara hissəsini burdan plisoslayırsan, üzvü çevirirsən ki, digər tərəfi artıq tozlanır. Ağ hissəsi də ki, xanımlar, demək olar ki, ayda bir dəfə bu formada təmizləyirəm. Bilirsiniz necə çirklənir? Dəhşətli dərəcədə çirk olur, sanki heç xalça təmizlənmir. Halbuki mən bunun ağ hissələrini dümağ qalsın deyənə çox tez-tez təmizləyirəm. Gəl ki, evə gələn insana bunu başa salmaq olmaz. Çünki çirk olduğunu görsələr, düşüncə yaranır ki, evi heç təmizləmir. Amma bura uşaqlı evdir. Tamerlanın da ki, əlində bir piçenya olanda onu yerə göyə səpə-səpə yeyir və üstəlik tapdalayır. Nəticədə heç olmasa ayda bir dəfə bu formada bu xalçanı təmizləyirəm. Ayda bir dəfə deyirəm, düşünə bilərsiniz ki, xalça ayda bir dəfə plisoslanır. Təbii ki, bu belə deyil. Bu xalça, nəinki bu xalça, bütün ev bir gündə bəzən 2-3 dəfə də plisoslanır. Sadəcə ximikatla ayda bir dəfə ağ hissələrini təmizləyirəm. Bütün hər yerini sizə çəkə bilmədim, çünki xalça böyükdür. Təmizləməyim də uzun çəkdi. Buna görə də düşündüm ki, hamısını çəkməyin bir anlamı yoxdur. Ağ hissələri oldu tərtəmiz. Yəqin ki, bu bir ay idarə edər. Təmizləməyi də ki, xanımlar, Araf sabunu və sarı gücdən istifadə edirəm. Bilirsiniz də, sarı gücün üzərində də var, paltarlar üçün istifadəyə yararlıdır. Mən o sarı güclə hər yeri təmizləyirəm. Onun mavi güc olanı da var. O da ki, ərpi yaxşı aparır. Bu koridorun qapı hissəsi də ki, xanımlar, demək olar bir gündə neçə dəfə silinib təmizlənir. Qapı ağzı olduğuna görə ayağımızla qumlar gəlir. Tamerlan da o tərəfdə çox oynayır deyənə bir gündə bir neçə dəfə bura təmizlənir. Bunu da demək istəyirəm ki, xanımlar, bu pol əvvəl bu rəngdə deyildi. Yazıq polu sürtüb təmizləməkdən bütün rəngini aparmışam. Düzdür, evi təmir edəcəyik, amma yenə də pol nə gündədir. Artıq yazığın rəngini aparmışam təmizləməkdən. Xanımlar, mənə bura kimi baxdığınıza görə sizə sonsuz təşəkkür edirəm. Mənim çox işim var, amma bunu sizin üçün çəkə bilməmişəm. Əsas görəcəyim iş isə bir ehtiyaclı ailə var. Onun üçün xeyli əşya ayırıb kənara qoymuşam. Bu haqda vloqda çəkəcəm. Mənə elə gəlir ki, çatdıra bilsəm növbəti vloq bu haqda olacaq. Sona kimi baxdığınıza görə təşəkkür edirəm. Mənə dəstək olmaq üçün abunə olsaz buna çox sevinərəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.